Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 2-ci hissə, səhifə 64, 65, 66 və 67-də olan çalışma həllərinə baxacağıq. Mövzu izahlarını kanalda kurslar bölməsində yerləşdirirəm, oradan izləyib öyrənə bilərsiniz. Birinci çalışmada 3 düz xəttin müstəvidə vəziyyətinə görə rəqəmlərlə işarələnmiş bucaq cütlərini müəyyən edin A bəndində. Burada 1 və 2 işarələnib. İndi diqqət edirik. 1 və 2 eyni tərəf üstündə yerləşirlər. Amma 1 çöldə yerləşib, yəni xaricdə yerləşib, 2 isə daxildə yerləşib. Bu formada yerləşəndə biz deyirik ki, bucaq 1 və bucaq 2 uyğun bucaqlardır. Əslində uyğun, çarpaz və bir tərəfli bucaqlar adlarına uyğun vəziyyətdə yerləşir. Adlarına görə yerləşir deyək ki, uyğun bucaqlar. B bəndinə baxaq. Baxın, 1 və 2 necə formada yerləşib? Çarpaz formada yerləşib. Baxın, çarpaz formada yerləşib. Bu tərəfdə də yerləşəndə belə olacaqdır. X da çarpaz formanı bildirir. Həm də daxildə yerləşiblər. Yəni A ilə B düz xəttinin daxilində yerləşiblər. O zaman adlarına uyğun olaraq deyəcək ki, bucaq 1 və bucaq 2 daxili çarpaz. Daxili çarpazdır. C bəndinə baxırıq. Bucaq 1 ilə bucaq 2 daxildə yerləşiblər və eyni tərəf üstündə yerləşiblər. Baxın, eyni tərəfdədirlər. O zaman eyni tərəfdədirlərsə bir tərəfli sayılır, daxildədirlərsə daxili. Yazırıq, bucaq 1 və bucaq 2 daxili bir tərəfli. Bir tərəfli. D bəndinə baxaq. D bəndində isə bucaq 1 və bucaq 2 eyni tərəf üstündə yerləşib, amma ikisi də xaricdədir. Baxın, bucaq 1 də A düz xəttinin xaricindədir, bucaq 2 də B düz xəttinin xaricindədir. Eyni tərəf üstündə xaricdə yerləşiblərsə, eyni tərəf üstündə nə deməkdir? Bir tərəfli yəni. O zaman bucaq 1 və bucaq 2 olacaq xarici bir tərəfli. Yəni adlarına uyğun olaraq onları biz tapa bilərik ki, hansı bucaqlardılar. A bəndində uyğun bucaqlar oldu, B bəndində daxili çarpaz, C-də daxili bir tərəfli, D-də isə xarici bir tərəfli bucaqlar oldular. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda bucaqların daxili və ya xarici çarpaz, daxili və ya xarici bir tərəfli, yaxud da uyğun bucaqlar olduğunu müəyyən edin. 2-nin A bəndində A, M, E. Bucaqları burada göstərəcəm. A, M, E, baxın budur. Bir də F-N-də. F-N-də budur. Görürsünüz necə yerləşir? Biri bu kəsənin sağında, biri solunda, yəni çarpaz kimi. Bayaq göstərdiyim burada, B bəndində göstərdim, çarpaz yerləşir. Biri EP, EF kəsənin sol tərəfində də yerləşir, biri isə sağ tərəfində. Çarpaz formada yerləşdiyinə görə həm də AB-nin xaricində, bu da CD-nin xaricində yerləşdiyinə görə biz deyirik ki, bucaq AME və bucaq FND xarici çarpaz. Xarici çarpazdılar. İndi buna baxaq. Bucaq AMN və bucaq MND. Bucaq AMN-i tapaq. AMN. Bax, buradakı bucaqdır. Bura iki dənə xətt qoyacağım ki, ikinci bucaq olması bilinsin. MN-də isə MND. Bax, bu bucaqdır. Burada iki dənə bucaq işarəsi qoyuram ki, iki dənə yumru işarə qoyuram ki, ikinci bucaq olması bilinsin. Yenə də, bax, biri bura düşdü, biri isə bura düşdü. Ümid edirəm şəkildən aydın görsənir. Biri sağdadır kəsənin, biri solundadır. Bax, bu bucaq soldadır, bu da sağdadır. Biri sağda, biri solda yerləşirsə, o zaman çarpaz olacaq. Həmçinin AB ilə CD düz xətlərinin daxilində yerləşirlərsə, daxili çarpaz olacaq. Daxili çarpaz. Keçək B bəndinə. B bəndində bizə verilən bucaqları yazaq. Bucaq MCF və bucaq AED. MCF-i tapaq. MCF. Bax, bu bucaqdır. Bir dənə işarə qoyduq. Bir də AED. AED. Bu da bir dənə işarə qoyduq. Eyni tərəf üstündədirlər. Amma biri hər ikisi xaricdə yerləşirəsində. Bu da xaricdədir.
MN düz xəttinin xaricində, bu bucaq da AB düz xəttinin xaricindədir. Hər ikisi xaricdə yerləşdiyinə görə, şəkli biraz yaxınlaşdırım. Bax, hər ikisi xaricdə yerləşdiyinə görə, eyni tərəf üstündə yerləşdiyinə görə biz bunlara nə deyəcəyik? Xarici bir tərəfli. Bir tərəfli. Sonra bucaq NCE və bucaq BED. NCE'ni tapaq. NC və E. NC bax buradakı bucağa düşür. Burada 2 dənə xətt qoyaq ki, 2 dənə ikinci bucaq olması bilinsin. Daha sonra BED. BED. Bu da bu bucaqdır. Burada 2 dənə xətt qoyaq ki, ikinci bucaq olması bilinsin. İndi diqqət eləyin. Eyni tərəf üstündə yerləşirlər, amma bu bucaq MN-in daxilində yerləşir. Bu bucaq isə AB-nin xaricində yerləşir. Eyni tərəf üstündə biri daxildə, biri xaricdə yerləşəndə olurlar uyğun bucaqlar. Uyğun bucaqlar. Keçək C bəndinə. C bəndində BEM və bucaq NCF. Tapaq indi şəkil üzərində. BEM. Bax, buradakı bucaqdır. Bu bucaqdır. NCF. O da bu bucaqdır. Biri sağda yerləşdi kəsənin. BF kəsənin biri sağında yerləşir, biri solunda yerləşir. Hər ikisi də xaricdə yerləşirlər. AB düz xəttinin xaricində yerləşib bu bucaq. Bu bucaq da ND düz xəttinin xaricində yerləşib. Biri sağda, biri solda və hər ikisi xaricdə yerləşdiyinə görə deyirik xarici çarpaz. Xarici çarpaz. Sonra bucaq CEM və bucaq FCD. Bunlar da tapaq. CEM. Budur. Buna 2 dənə xətt qoyuram ki, ikinci bucaq olması bilinsin. Bir də FCD. FCD. O da budur. Bu bucaqdır. Buna da 2 dənə xətt qoyduq ki, ikinci bucaq olması bilinsin. Baxaq indi. Yenə eyni tərəf üstündədir. Biri hər ikisi sağ tərəfdədir. Biri AM düz xəttinin içərisindədir. Biri isə AD düz xəttinin xaricindədir. Biri daxildədir. Bax, bu daxildədir. Bu isə xaricdədir. Bu xaricdədir. O zaman hansı bucaqlar olacaqlar? Uyğun bucaqlar. Eyni tərəf üstündə biri xaricdə, biri daxildə yerləşəndə olur uyğun bucaqlar. İkinci çalışmanın bütün bəndlərini yekunlaşdırdıq. Keçək indi üçüncü tapşırığa. Üçüncü tapşırıq digər səhifədədir. Fikirlərdən doğru olanları müəyyən edin. A bəndində EMB və bucaq EMB və bucaq MND yazıb ki, uyğun bucaqlardır. Uyğun bucaqlardır. Görək, doğrudur yoxsa səhvdir. Bucağı burada tapaq. Deməli, EMB budur. İşarələyirik. Sonra MND budur. Eyni tərəf üstündədir. İkisi də sağ tərəfdədir. Biri xaricdədir. Baxın, bu bucaq xaricdədir. Bu isə daxildədir. O zaman olur uyğun bucaqlar. Elə doğrudur. Doğru. A bəndi doğru oldu. B bəndində bucaq A, MN və bucaq MND daxili bir tərəfli bucaqlardır. Uşaqlar, mən bu işarələdiyimi buradan baxın, yəqin ki, aydın görsənir. Bax, burada və burada işarələdiyim bucaqları silirəm. Onları sildim ki, ikinci işarələmələr onlara qarışmasın. AMN. Bax, bu bucaqdır. Buradakı. MND. Bu da buradakı bucaqdır. Görürsünüz necə oldu? Biri soldadır, bu soldadır, bu sağdadır. Biri solda, biri sağdadır və hər ikisi də daxildə yerləşiblər. O zaman olur
daxili bir tərəfli. Bu səhv verib. Əslində nə olmalıydı? Doğrusunu buraya yazıram. Daxili bir tərəfli bucaqlardır. Bucaqlardır. Doğrusunu da yazdıq burada. C bəndində EMB, bucaq EMB və bucaq FNC. Xarici çarpaz bucaqlardır yazıb bizə. İndi baxaq. Bunları yenə təmizləyəcəm ki, yeni bucaqları işarələnməsin, aydın görəsiz. Qeyd eləyək indi. EMB bucağı bura düşür. FNC. O bucağı da bura düşür. Deməli, biri bu sağdadır, bu isə soldadır. Baxın, FE kəsəndən. Biri sağında yerləşir bu bucaq, bu isə solundadır və hər ikisi xaricdədirlər. O zaman xarici çarpaz bucaqlardır. Bu doğrudur. Bunu doğru yazıblar. Keçək D bəndini də analiz eləyək. D-də isə verib FND və bucaq EMB uyğun bucaqlardır. Bucaqların üstünü təmizlədim ki, yeni bucaqları qeyd edə bilək. FND. Bax, buradakı bucaqdır FND. EMB. O da buradakı bucaqdır. Hər ikisi xaricdədir. Bu da xaricdə yerləşib, bu da xaricdə yerləşib və hər ikisi də sağ tərəfdədir. O zaman nə olur? Bu səhvdir. Uyğun bucaq yazıblar. Bu səhvdir. Əslində nə olmalıydı? Xarici bir tərəfli bucaqlar olmalıydı. Bucaqlardır. Doğrusunu da yazdıq. Səhv olan B bəndi və D bəndi idi. Onda doğrusunu yazdıq. B-də daxili bir tərəfli bucaq olmalıydı. D bəndində də xarici bir tərəfli bucaq olmalıydı. Keçək digər tapşırığa. Dördüncü tapşırıq praktik işdir. Praktik işi mən burada sizə göstərə bilməyəcəm, amma izahatını verirəm. 2000 məktəbdə dərs işləyən müəllim işlətmək istəsə, yəqin ki, özdə göstərişlərini verəcək. Damalı vərəqdə A və B paralel düz xətlərini və bu düz xətləri kəsən C düz xəttini çəkin. Şəkildəki kimi uyğun bucaqları kəsin. Bu bucaqların konkret olduğunu necə əsaslandıra bilərsiniz? Adi öz dəftərinizi götürürsünüz. Burada verilən şəkli çəkirsiniz. Və buradan bax, bu bucaq 1 var. Bunu kəsib çıxardırsınız və bucaq 2 olan hissəni də kəsib çıxardırsınız. Bu ikisini üst-üstə qoyanda görəcəksiniz ki, ikisi də üst-üstə düşür. Artıq əskiyi qalmır. Tamamilə üst-üstə düşəcək. Ona görə biz bunlar üst-üstə düşməsindən deyəcək ki, konqruentdirlər, yəni bərabərdirlər. Uşaqlar, digər tərəfdən üst-üstə düşməsini mən burada sizə necə göstərə bilərəm? Transpartir qoyaq, burada ölçək. Baxın, transpartirini sizə ölçməyi öyrətmişdim. Tam olaraq transpartirin xətti buradakı xəttlə eyni olmalıdır və buradakı təpə bucağın, yəni mərkəzdəki bucaqda transpartinin ortadakı hissəsinin eyni olmalıdır. İndi biz bu xətti uzatsaq əgər, baxın, buradakı xətti uzatsaq, görün gəlib hara düşdü. Bax, görürsünüz bu xətti uzatsaq. Gəlib hara düşdü? 60 ilə 70-in tən ortasına. Yəni, bu bucağın dərəcə ölçüsü 65 dərəcədir. İndi bunu da ölçək. Bunu tam olaraq belə üst-üstə qoyuruq. Bu da baxın, hara gəlib düşəcək? Bu xətti ilə uzadanda görürsünüz, bu da 65. Deməli, hər iki bucaq 65 dərəcə olacaq. Siz bunu kəsib çıxartdıqdan sonraki ölçü də dəyişməyəcək. Yenə də 65 dərəcə olacaq. Sizin kitabda ola bilsin ki, bu məndə ilk buraxılışdır. Ola bilsin ki, dərəcə fərqi cüzi ola bilər. Hər ikisi 65 dərəcə olduğundan təbii ki, 1 ilə 2-ni üst-üstə qoyanda konqruent bucaqlar olduğu aydın görünəcək. Keçək 5-ci tapşırığa. Verilən bərabərliklərin doğruluğunu əsaslandırın. Bucaq 3 ilə birincisində 3 və bucaq 6 180 dərəcədir. İndi bucaq 3 ilə bucaq 6-na təyin eləyək ki, necə bucaqlardır? 3 ilə 6 eyni tərəfdə yerləşir və daxildə yerləşir. Daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli.
Deməli, bu doğrudur. Çünki daxili bir tərəfli bucaqların cəmləri 180 dərəcədir. Bax, qaydalardır. Qaydaları görə əzbərləyəsiniz. İzahatlarını da kanalda yerləşdirmişəm. 1, görün sözü nə gündə yazmışam. 1 tərəfli. Bir tərəfli. İndi ikincisinə baxaq. Bucaq 1, üstəgəl bucaq 8, bərabər 180-ə. Bucaq 1 buradadır, bucaq 8 də buradadır. Eyni tərəf üstündə yerləşirlər və ikisi də xaricdə yerləşir. Xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli. Xarici bir tərəfli, ümumiyyətlə bir tərəfli bucaqların cəmləri 180 dərəcədir. Bu da olacaq doğru. Üçüncüsündə bucaq 4 və bucaq 5-in cəmi 180 dərəcədir. Bucaq 4. Buradakı bucaqdır, bucaq 5 də budur. 4 və 5 eyni tərəfdə yerləşir və daxildə yerləşir. Oldu daxili bir tərəfli. Daxili bir tərəfli. Ümumiyyətlə bir tərəflərin cəmləri 180 dərəcə olduğuna görə deyirik ki, bu da doğrudur. Və dördüncüsünə baxaq. Bucaq 2 və bucaq 7-nin cəmi 180-dir. Bucaq 2 buradadır, bucaq 7 buradadır. İkisi də xaricdə yerləşirlər və ikisi də eyni tərəfdə yerləşirlər. Xarici bir tərəflidir bunlar da. Xarici bir tərəfli. Xarici bir tərəfli bucaqların da cəmləri 180 dərəcə olduğuna görə bu da doğru olacaq. Və dediyim qaydalarda elə həmin çalışmanın aşağısında bax burada yazılıb. Bunlardan istifadə etdik. Əslində qonşu bucaqların xassəsini də tətbiq eləyərdik, amma ehtiyac yoxdur. Yeni dərsimizlə əlaqələndirib yazsaq daha yaxşı olar. Keçək 6-cı tapşırığa. Nömrələnmiş bucaqların ölçüsünü tapın. 6-cı tapşırığın A bəndi. Bucaq 1 nömrələnib burada. Bucaq 1 ilə 70 xarici bir tərəflidir. Bir tərəflidir. Bucaq 1 və bucaq 70. O zaman xarici bir tərəflərin cəmi dedik ki, deməli 180 dərəcəyə bərabərdir. Bucaq 1 üzərinə gəl. 70 bərabərdir 180 dərəcəyə. O zaman bucaq 1 bərabərdir. 180-dən çıxaram 70-i. Eləyər 110 dərəcə. Keçək B-sinə. B-də bucaq 1 və 2 işarələnib. Bucaq 2 və bucaq 70 dərəcə. Eyni tərəf üstündə yerləşirlər, sağda və xaricdə yerləşirlər. Xarici bir tərəflidirlər. Xarici bir tərəfli. Yəni, cəmləri 180 dərəcədir. Bucaq 2 üstə gəl, bucaq 70. Bucaq 70 ilə 70 dərəcə yazaq. 70 dərəcə bərabərdir 180-ə. Bucaq 2 bərabərdir. 180-dən çıxırıq 70-i 110 dərəcə. 2-ni təyin etdik. 2 və 1 isə qarşılıqlı bucaqlardır. Yazıram, bucaq 1 və bucaq 2 görürsünüz, qarşı-qarşıya yerləşiblər. Qarşılıqlı bucaqlardır. Bunu daha əvvəl öyrənmişdik. Qarşılıqlı bucaqlardır. O zaman bucaq 1 bərabər bucaq 2 olur. O da bərabərdir. 110 dərəcə olacaq. Yəni, bucaq 1 də 110 dərəcəyə bərabər olacaq. Keçək D bəndinə, C bəndinə. 6-cı tapşırığın C-si. Bu ikisi paraleldir, paralel olması göstərilir. Bu da onu kəsəndir. Bax, bu düz xəttə kəsəndir. 100 və bucaq 1. Eyni tərəf üstündədirlər. Biri xaricdədir, biri daxildə. Eyni tərəf üstündə, biri xaricdə, biri daxildə yerləşəndə yazıram. Bucaq 1 və 100 dərəcə uyğun bucaqlardır. Uyğun bucaqların da hansı xəssəsi var? Uyğun bucaqlar bir-birinə bərabərdir. Bucaq 1 də bərabər olacaq 100 dərəcəyə. D bəndinə keçək. D-də. Bu ikisi paraleldir. Bu düz xətt onları kəsəndir. 100 və bucaq 3. Eyni tərəf üstündə yerləşirlər. 100 daxildə yerləşir, 3 xaricdə. Eyni tərəf üstündə yerləşəndə biri daxildə, biri xaricdə olur uyğun bucaqlar. Yazıram 100 dərəcə və bucaq 3 uyğun bucaqlardır. Uyğun bucaqlar da bir-birinə bərabər olduğuna görə yazıram ki, bucaq 3 bərabər 100 dərəcə olacaq. Bucaq 3 ilə 2 isə qarşılıqlı bucaqlardır. Bucaq 3 görürsünüz, qarşı-qarşıya yerləşib. Bucaq 2 yazırıq ki, qarşılıqlı bucaqlardır.
bucaqlardır. O zaman bucaq 2 də bərabər olacaq. Bucaq 3-ə o da eləyəcək 100 dərəcə. Bucaq 2 də 100 dərəcə olacaq. Həmçinin 1 qaldı burada tapmağa. 1-i biz 100-ə görə də tapa bilərik. Həmçinin 2-yə görə də tapa bilərik. Yəni 2-yə görə tapaq ki, dərsimizə tam olaraq uyğun olsun. Bucaq 1 və bucaq 2 eyni tərəf üstündə yerləşirlər. Baxın, ikisi də yerləşir sağ tərəfdə. İkisi də sağ tərəfdə yerləşir. Həmçinin daxildə yerləşirlər. Daxili bir tərəflidirlər. Bir tərəflidirlər. Daxili bir tərəflərin cəmləri 180 dərəcədir. O zaman bucaq 1 üzərinə gəlib bucaq 2 bərabər 180 dərəcəyə. Bucaq 1 bərabər 180 çıxılsın bucaq 2. Yəni 180 çıx bucaq 2-nin qiymətində burada tapmışam. 100 dərəcə tapmışam. Çıxıram 100-ü eləyir 80 dərəcə. Həm bucaq D bəndində 3-ü təyin etdim 100. 2-ni təyin etdim ki, ondan eynidir. Qarşılıqlı olduğuna görə o da 100 olur. 1 və 2 isə daxili bir tərəfli olduqlarına görə 180-dən çıxdım bucaq 2-ni, o da elədi 80 dərəcə. Keçək digər bəndlərə. E bəndinə keçək. 6-cı tapşırığın E-si. E bəndində şəkil buradadır. Bu ikisi paraleldir və bu xəttə onu kəsəndir. Bura 85-dir. Bura isə 1-dir. Deməli, biri sağda, biri soldadır. 85 soldadır, birisi sağdadır. Və hər ikisi xaricdədir. Biri sağda, biri solda və xaricdə yerləşirsə, bucaq 1 və 85 dərəcə olur. Xarici çarpaz. Xarici çarpaz, ümumiyyətlə çarpaz bucaqlar bir-birinə bərabər olduğuna görə bucaq 1 də bərabər olacaq 85 dərəcəyə. F bəndi. F bəndində bizdən 1, 2, 3, 4 ədəd bucaq istəyir. Baxaq. Deməli, bu ikisi paraleldirlər və bu xətt onları kəsəndir. 3 və 52-yə baxaq. 3 və 52 dərəcə daxildə yerləşirlər. 3 soldadır, 52 sağdadır. Daxildə yerləşir. Biri sağda, biri soldadırlar. Solda yerləşirsə, deməli bunlar daxili. Bucaq 3 və bucaq 52 dərəcə daxili çarpazdır. Çarpazdır. Yəni, bucaq 3 də bərabər olacaq 52 dərəcəyə. 3-lə 1-ə baxın. 3-lə 1 qarşılıqlı bucaqlardılar. O zaman yazıram. Bucaq 3 və bucaq 1 qarşılıqlı bucaqlardır. Bucaqlardır. Yəni, qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğuna görə bucaq 1 bərabər bucaq 3. O da olacaq 52 dərəcə. Sonra nəyi tapmalıyıq? 3-ü tapmışıqsa 52 dərəcə. 3 ilə 4 eyni tərəfdə yerləşir. Baxın, ikisi də solda yerləşir və daxildə yerləşir. Eyni tərəfdə və daxildə yerləşirlərsə yazıram. Bucaq 3 və bucaq 4 daxili bir tərəflidirlər. Daxili bir tərəfli. Yəni, cəmləri bucaq 3 ilə bucaq 4-ün cəmi 180 dərəcədir. Bucaq 4-ü tapmaq üçün mən 180 dərəcədən çıxaram bucaq 3-ü. Bucaq 3-ün dərəcə ölçüsü 52 dərəcədir. 180-dən çıxaram 52 dərəcəni. Eləyər 128 dərəcə. 4-ü də tapdıq. Bir dənə qaldı, 2 qaldı. 4 ilə 2 də eyni tərəf üstündə yerləşiblər. Baxın, 4 və 2 eyni tərəf üstədir, soldadırlar və 4 daxildədir, 2 isə xaricdədir. Eyni tərəf üstündə biri daxildə, biri xaricdə yerləşəndə olur uyğun bucaqlar. Yazıram. Bucaq 4 və bucaq 2 uyğun bucaqlardır. Uyğun bucaqlar da bir-birinə bərabər olduğuna görə bucaq 2 bərabər bucaq 4-ə, o da bərabər 128 dərəcə olacaq. 6-nın E-si və F bəndini də yazdıq. Keçək indi 6-nın C bəndinə. 6-cı tapşırığın C-si. Bucaq, burada bu ikisi paraleldir, üstündə xətt göstərilir və bu düz xəttə onları kəsəndir. Bu 112 dərəcədir və 112 ilə 112 dərəcə sağda yerləşir, ikisi soldadır. Biri sağda, biri solda və hər ikisi xaricdə yerləşiblərsə, bucaq 2 və 112 dərəcə olur xarici çarpaz. Xarici ümumiyyətlə çarpaz bucaqlar bir-birinə bərabər olduğuna görə yazıram. Bucaq 2 bərabərdir 112 dərəcə olacaq.
İndi baxırıq. 112 və 1. 112 ilə 1 eyni tərəf üstündədirlər. Sağ tərəfdədirlər və ikisi də xaricdə yerləşib. O zaman xarici bir tərəflidirlər. Bucaq 1 və 112 dərəcə yazırıq ki, xarici bir tərəflidir. Bir tərəflidir. Xarici bir tərəfli bucaq, ümumiyyətlə bir tərəflərin cəmi 180 dərəcə olduğuna görə toplayıb bərabər ilə 180-ə. Bucaq 1 tapmaq üçün də 180-dən çıxıram 112-nə. Bu da eləyəcək 68 dərəcə. Həm bucaq 2-ni, həm də bucaq 1-i təyin etdik. Keçək indi sonuncu bəndimizə, H bəndində. H bəndində bizə bir dənə bucaq verib və 3, buradan 7 dənə bucaq istəyir tapmağımızı. Gəlin hamısını bir-bir tapaq, həm də bunları tapdıqda artıq qaydanı da təkrar etmiş oluruq. Baxın, 2 və 84, bucaq 2 və 84 qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdirlər. O zaman bucaq 2 bərabərdir 84 dərəcəyə. 2 ilə 4 uyğun bucaqlardır. Baxın, 2 xaricdə yerləşib, 4 daxildə və eyni tərəfdədir. Bucaq 2 və bucaq 4 uyğun bucaqlardır. Uyğun bucaqlardır. O zaman yazıram, bucaq 4 bərabər bucaq 2, o da olur 84 dərəcə. Digər tərəfdən bucaq 2 ilə bucaq 6, 2 bu tərəfdədir. 6 digər tərəfdədir. Biri sağdadır, biri solda. Və biri sağda, biri soldadırsa və xaricdə yerləşiblərsə olur xarici bir tərəfli. Yazıram, bucaq 2 və bucaq 6 xarici çarpaz, daha doğrusu bir tərəfli yox, xarici çarpaz. Xarici çarpazdır. Çarpazlar ümumiyyətlə bir-birinə bərabər olduğuna görə yazıram. Bucaq 6 bərabər, bucaq 2 o da bərabərdir 84 dərəcəyə. Daha sonra 4-ü təyin etdik, 2-ni 6-nı təyin etdik. 1-i 6-ya görə təyin eləyə bilərik. Hər ikisi yox, 6-ya görə təyin eləyə bilərik. 6-ya görə əslində necə təyin eləyə bilərik? 1-i xarici bir tərəfli bucaq olmaqlarına görə. Baxın, ikisi də eyni tərəfdə yerləşir, 1 və 6 və ikisi də xaricdə yerləşir. Yazıram, bucaq 1 və bucaq 6 xarici bir tərəflidir. Bir tərəflidir. O zaman bucaq 1 ilə bucaq 6-nın cəmi 180 dərəcə olmalıdır. Bucaq 6-nın dərəcə ölçüsünü bilirik axı. Bucaq 1-i taparkən 180-dən çıxaram, bucaq 6-nın dərəcə ölçüsünü 84-dür. Bunu da çıxanda eləyəcək 96 dərəcə. 1-i də tapdıq. İndi 1 ilə 3-ə baxaq. 1 ilə 3 qarşılıqlı bucaqlardılar. Yazıram, bucaq 1 və bucaq 3 qarşılıqlı bucaqlardır. Yəni, bucaq 1, daha doğrusu bucaq 3 bərabər bucaq 1-ə, çünki bucaq 1-i artıq tapmışam. Bu da eləyəcək 96 dərəcə. 2-ni, 4-ü, 6-nı, 1-i və 3-ü tapdıq. Qaldı 5 və 7. 3-ə görə 7-ni 3-ə görə təyin eləyə bilərik. Çünki 3 və 7, baxın, eyni tərəf üstündədir. 3 daxildədir, 7 xaricdədir. 3 və 7 uyğun bucaqlardır. Bucaq 3 və bucaq 7 yazıram ki, uyğun bucaqlardır. Uyğun bucaqlar bir-birinə bərabər olduğuna görə bucaq 7 bərabər bucaq 3-ə, bu da eləyəcək 96 dərəcə. 7 ilə 5 də qarşılıqlı bucaqlardır. Baxın, 7-nin qarşısında 5 var. 7 və 5, bucaq 7 və bucaq 5 yazırıq ki, qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğuna görə bucaq 5 bərabər bucaq 7, bunu da yazıram 96 dərəcə. Bizdən istənilən bütün bucaqları demək olar ki, hamısını tapdıq. 7 dənə bucaq istəyirdi. Bucaq 2-nin dərəcə ölçüsü 84, 4-ün dərəcə ölçüsü 84, 6 da 84. Sonra bucaq 1-in dərəcə ölçüsü 96, bucaq 3 96, bucaq 7 96 və bucaq 5-də 96 dərəcə tapdıq. Yəni hamısını tapmış olduq. 6-cı tapşırığımızın H bəndi də bitdi. Keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda A və B düz xətlərinin
paralel olub olmadığını qeyd olunan bucaqlara görə müəyyən edin. Gəlin müəyyən edək. A və B-nin paralel olması üçün onların kəsənlə əmələ gətirdiyi uyğun bucaqlar bir-birinə bərabər olmalıdır. Baxın, bu bucaqla bu bucaq uyğundur. Yazıram ki, A bəndində uyğun bucaqlar bir-birinə bərabər olduğu üçün A paraleldir B-yə. B bəndinə baxaq. 132 deməli daxildədir, bu tərəf üstündədir, 38. Əslində 132 ilə 38-in heç bir əlaqəsi yoxdur. Nə çarpazdır, nə də ki, nə xarici çarpaz, nə daxili çarpaz. Düz çarpaz formada görsənə bilər. Amma çarpazlar iki cür olur. Ya ikisi də daxildə yerləşməli, ya da ikisi də xaricdə. Bu daxildə yerləşib, bu isə xaricdə yerləşib. Ona görə biz nə edirik? Sürüşdürmədən istifadə edirik. 38-in qarşılıqlı bucağı baxın burada. 38-in qarşılıqlısı burada 38 olur. Bax, belə sürüşdürmələrdən istifadə edə bilərik. İndi bu 38 ilə 132 oldu daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların cəmləri 180 dərəcə olmalıdır. Baxaq görək cəmləri 180 dərəcə eləyir. Bunu toplayanda bizə verəcək 170 dərəcə. Yazırıq ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Amma biz nə aldıq? 170 aldıq. Ona görə də A düz xətdir. Ümumiyyətlə belə yazaq. A və B paralel deyil. Paralel olması üçün bunların cəmləri 180 olmalıdır. Şərt ödənmədiyinə görə deyirik ki, paralel deyil. Keçək C bəndinə. 7-nin C-si. 135 və 45 eyni tərəf üstündə yerləşirlər və ikisi də xaricdədir. Yəni, xarici bir tərəfli bucaqlardır. 135 ilə 45-i toplayanda eləyəcək 180 dərəcə. Və biz də yazırıq ki, xarici bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğu üçün A B-yə paraleldir. Bu şərt ödəndi. İndi D bəndinə baxaq. 128 və 32-də daxildə yerləşirlər, eyni tərəf üstündə yerləşirlər və daxildə olur daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların da cəmləri bizə 180 verməlidir. Bunları toplayanda eləcək 160. Yazıram ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğu üçün şərt ödənmədi yazaq. Şərt ödənmir. Çünki biz burada neçə dərəcə almışıq? 160 dərəcə almışıq. A və B yazırıq ki, paralel deyil. Cəm əgər 180 dərəcə olsaydı, onda paralel götürərdik. Amma 180 dərəcə olmadığına görə şərt ödənmir. A və B yazırıq ki, paralel deyil. Keçək 8-ci tapşırığa. İki düz xəttin paralellik əlamətlərindən istifadə etməklə AB paraleldir CD olduğunu əsaslandırın. 8-in A bəndində. Baxın, biz bu xətti uzatsaq əgər AB-nin CD-yə paralel olmasıdır. Bax, bunu uzatsaq, uzatmaya ixtiyarımız var, çünki düz xətdir. Digər tərəfdən də bu D düz xəttini uzatsaq. İndi kəsişmələr falan hamısı aydın görsəndi, düzdürmü? AB CD-yə paralel olması üçün bunlar daxili bir tərəfli bucaqlardır. Yazıram ki, 100 üstəgəl 80 eləyəcək 180 dərəcə. Daxili bir tərəfli bucaqların yazırıq. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğundan A, B paraleldir CD-yə.
C-də olur yazaq və yaxud da. Keçək B bəndinə. B bəndində də baxın. B və C bucağı hansı formada yerləşir? Əgər mən bunları uzatsam, bu xətti də uzatsam və bu kəsəni də uzatsam, indi aydın görsənəcək ki, B və C biri solda yerləşir, bu bucaq solda, bu isə sağda. İkisi də içəridə yerləşirlər. Olur xarici, daha doğrusu daxili çarpaz. Bucaq B və bucaq C daxili çarpazdır. Daxili çarpazdır. Və bucaq B bərabər, bucaq C bərabərdir 50 dərəcə. Yazırıq ki, daxili çarpaz bucaqlar bərabər olduğu üçün A, B paraleldir C, D olur. İndi keçək C bəndinə. C bəndində də baxın, bunları uzatsaq, tərəfi də uzadaq, bu tərəfi də uzadaq. Xətt işlə uzatsaq daha yaxşı olar. Və bu kəsəni də uzatsaq, indi aydın görsənəcək. AB ilə CD paraleldir. CA isə onu kəsən düz xəttdir. İçəridə yarananlar daxili bir tərəfli bucaqlardır. Toplayaq görək A ilə C-nin cəmi bizə 180 dərəcə verir. 145 üstə gəl 35 eləyəcək 180 dərəcə. Yazıram ki, deməli, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğundan, bunlar uşaqlar şifahidə deyə bilərsiniz, olduğundan AB CD-yə paralel olur. Və sonuncusunu da izah eləyək. AB ilə CD-ni uzadaq. Bunları uzadaq. Çünki şəkillər yarımçıq çəkilib. Həmçinin kəsən düz xətti də uzadaq. Bunu da uzadaq. İndi aydın görsəndi. 110 və buradakı 110. Eyni tərəf üstündədir. Biri daxildədir, biri xaricdədir. Uyğun bucaqlardılar. Deməli, necə yazarıq? Bucaq BAC bərabərdir bucaq DCM. Bu da bərabər 110 dərəcə. Yazırıq ki, uyğun bucaqlar uyğun yerləşirlər çünki bunlar. Uyğun bucaqlar bir-birinə bərabər olduğu üçün AB paraleldir CD olur. Doldu D bəndinin izahı. 8-ci tapşırığımızda yekunlaşdırdıq. Keçək digər tapşırığa. 9-cu tapşırıq digər səhifədədir. Paralellik əlamətlərinə əsasən nömrələnmiş bucaqların ölçüsünü tapın. Burada uyğun tərəfləri paralel və perpendikulyar olan mövzuya aiddir. İzahlarına baxıb kanalımda öyrənə bilərsiniz. Burada birbaşa bu videolarda birbaşa çalışmaları izah edirəm. A və B-ni izah edib, bax buradan bu şəkillərdə izah edib, yəni nümunə bizə verib. Uyğun tərəfləri perpendikulyar və paralel. Birinci şəkildə paraleldən söhbət gedir. O zaman paraleli deyim. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər olur, yəni ya kongruent olurlar, ya da onların cəmi 180 dərəcəyə bərabər olur. İndi bərabər haçan olurlar. Əgər bu bucaqlar ikisi də itidirsə, baxın, bu bucaq da itidir, bu bucaq da itidir. O zaman bir bucağı bərabərdir 40 dərəcəyə. Yazırıq ki, hər iki bucaq iti bucaqdır. İti bucaq olduqda biz onu bu formada asan hesablayırıq. Əgər uyğun tərəfləri paraleldirsə, bax, paralel olmasa bu şərt ödənməz. D bəndinə baxaq. Bu bucaqdan itidir, 2 də itidir.
Aralarındakı bucaq 20-dir. Bura 20 dərəcədirsə, biz onlardan birini taparıq. Əvvəl yazıram. Bucaq 1 bərabər bucaq 2-yə. Hər iki bucaq iti bucaqdır. Hər iki bucaq iti bucaqdır. Digər tərəfdən 20 və 2 bucağı uyğun bucaqlar olur. Bucaq 2 və 20 dərəcə uyğun bucaqlardır. Uyğun bucaqlardır. Çünki, baxın, paralelliyə görə ikisi də eyni tərəfdə yerləşirlər. Bax, bununla bu xətt paraleldirlər. Bunları uzatsaq. Uzatdıq. Bu da onu kəsəndir. İndi diqqət eləyin. 20 xaricdə yerləşir və 2 də daxildə yerləşir. İkisi də eyni tərəf üstündə yerləşir. Biri xaricdə, biri daxildə. O zaman uyğun bucaqlar olmalıdırlar. Bucaq 2 yazıram. 20 dərəcəyə bərabər olacaq. Bucaq 1 də 2-yə bərabər olduğuna görə bucaq 1 də 20 dərəcə olacaq. Keçək C bəndinə. C yox, daha doğrusu E bəndi. C-ni indi burada bayaq izah elədim. Baxırıq indi bura. 110 kör bucaqdır. Bu isə iti bucaqdır. Yazırıq ki, biri iti, biri kördür. Biri kör bucaqdır. Baxın, biri iti, biri kör bucaq olanda onların cəmləri 180 dərəcə olur. Daha bir-birinə C və D bəndində olduğu kimi bir-birinə bərabər olmurlar. İndi baxaq görək hansı iti olacaq, hansı kör olacaq. Bir bucağı iti bucaqdır. Bucaq 1 iti bucaqdır. Və bu iti bucağı tapmaq üçün də biz 180-dən çıxmalıyıq. Burada bizə verilən bucağı 110 dərəcəni. 180-dən çıxmalıyıq 110 dərəcəni. Eləyəcək 70 dərəcə. Bucaq 2 isə kör bucaqdır. Bucaq 2 də elə bu 110 dərəcəyə bərabərdir. Bayaq tapdığımız uyğun bucaqdır. 110 dərəcə olacaq. Şəkli də baxın, uzadıb göstərsək əgər, bu ikisi axı bir-birinə paraleldirlər. Bu ikisi bir-birinə paraleldir və bu xətti uzatsam, 110 içəridə qalan bucaqdır. 2 isə bax buradakı bucaqdır. Çöldəki bucaqdır. Çöldədir, yəni xaricdədir. 2 və 110 dərəcədə uyğun bucaqlardılar. Əgər bu uyğun bucaqdırsa, deməli uyğun bucaqların bir-birinə bərabər olmasından istifadə edirik. Deyirik ki, 2 olacaq 110 dərəcə. Bir də iti bucaq olduğuna görə biri iti, biri kör olanda onların cəmləri 180 dərəcə olması xassəsindən istifadə edirəm. 180-dən çıxıram. 110 eləyir 70 dərəcə. Keçək 9-un F bəndinə. 9-un F bəndi. Baxın, burada da biri itidir, biri kördür. Biri iti, biri kör bucaqdır. Biri iti, biri kör bucaq olanda onların cəmləri 180 dərəcə olur. Uyğun tərəfləri paylı olan bucaqlarda. Kör bucaqdır. 2-nin təyin eləyə bilərik də. Bucaq 2 ilə, bucaq 2-ni təyin etmək üçün bucaq 2 ilə 63 dərəcə qonşu bucaqlarda. 180-dən çıxaram 63-ü, eləyəcək 117 dərəcə. Deməli, kör bucaq 2 bucağına düşdü. Bir isə olacaq iti bucaq. İti bucağı tapmaq üçün də yenidən neyini yaram? 180-dən çıxaram. Yəni ikisinin cəmi 180 dərəcə olmalıdır axı. 180-dən çıxaram bucaq 2-nə dərəcə ötsün. 117 dərəcəni. Bu da eləyəcək 63 dərəcə. Keçək 10-cu tapşırığa. 10-cu tapşırıqda xizək sürmə yarışında xizəkləri paralel saxlayan idmançı daha sürətlə irəliləyə bilir. İdmançının sürətinin ən çox olması üçün bucaq 1 neçə dərəcə olmalıdır. İndi baxın, bu paraleldir xizəklər. Baxın, bu iki mavi xizək paraleldir. Paraleldirsə, bu ortadan keçən qırıq-qırıq xət onu kəsəndir. Bu kəsəndirsə, baxın, 80 yerləşir sol tərəfdə. Bir yerləşir sağ tərəfdə və ikisi də xaricdədir. O zaman bucaq 1 və 80 dərəcə oldu xarici çarpaz. Xarici çarpaz. Xarici çarpazlar da bir-birinə bərabər olduğu üçün bucaq 1 bərabərdir. 80 dərəcə olmalıdır. Keçək 11-ci və sonuncu tapşırığımıza. Şəkildə qeyd olunan bucaqlardan biri digərinə 2 dəfə böyükdür. Bu bucaqlardan böyüyü neçə dərəcədir? Buradakı ağ xətləri görsək və üzərindəki ox işarəsindən bilir ki, bunlar bir-birinə paraleldirlər. Bu birisi ağ xətt isə, baxın burada
şaquli istiqamətdə çəkilmiş. Bu isə bu paralel düz xətləri kəsən xətdir. İçəridə 1 və 2 bucaqları yaranıb və bu 1 və 2 bucaqları biri digərindən 2 dəfə böyükdür. 1, bucaq 2. Eyni tərəf üstündə yerləşdiyinə görə, baxın, eyni tərəf üstündə yerləşib və daxildə yerləşiblər. Daxili bir tərəfli bucaqlardır. Bir tərəfli bucaqlardır. Bucaq 1 və bucaq 2. Bucaqlardır. Diqqət eləyək. Bucaq 2 deməli, iti bucaqdır. Baxın, buradan bilinir. İti bucaqdır. Bucaq 1 isə kör bucaqdır. Bu daha böyükdür. Yəni, iti bucaqdan böyük görsəndiyinə görə kör bucaq götürərik. Biri digərindən 2 dəfə böyük olduğuna görə bucaq 2-ni x ilə işarə eləyək. Bucaq 1-i də 2x ilə işarə eləyək. O zaman x və 2x-in cəmi, daxili bir tərəfli bucaqların cəmi 180-də axı, bərabərdir 180-ə. 3x bərabər 180-ə. X-i taparkında 180-i bölürəm 3-ə. Cavabımız eləcək 60 dərəcə. Gətirib burada yerinə qoyuram. Bucaq x, yəni ikinci bucaq olacaq 60 dərəcə. Bucaq 1 isə 2-ni vuracaq 2 eləcək 120 dərəcə. Bizdən böyük bu bucaqlardan böyüyü neçə dərəcədir? Yazırıq ki, böyük bucaq 120 dərəcədir. Çünki böyük bucağı 120 tapdıq və bu da birinci bucağı. Bax, buradakı kör bucağa uyğun gəlir. Kiçik bucağı istəsəydi gedib 60 dərəcəni qeyd eləyərdik. Bu da oldu sonuncu, bu mövzunun sonuncu tapşırığının izahı.